Herkese salamlar dostlar. Mənimlə yeni bir videoya xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız. Bugün digər videolardan fərqli olaraq vlog tərzində deyil də biraz söhbət tərzində bir video eləyəcəyik. Videonun başlığında da gördüyünüz kimi bugün 21 yaş sindromundan danışacağıq. Bəs nədir bu 21 yaş sindromu? 21 yaş sindromu əslində tibbdə və psixologiyada belə bir diaqnoz yoxdur. Bunu əsasən quarter life crisis və emerging adulthood adlandırırlar. Yəni bir xəstəlik kimi düşünməyin bunu. Belə deyim. Yəni bu bir xəstəlik deyil, sadəcə müəyyən yaş dövrlərində insanların keçirdiyi narahatlıqdır və mən də 21 yaşımda olduğum üçün bunu 21 yaş sindromu deyə adlandırıram. Əsasən psixoloqların dediklərinə görə 18-29 yaş aralığında baş verir bu quarter life crisis. Ancaq mən düşünürəm ki, daha çox 16, 17 və 21 yaşlarda özünü daha çox göstərir. Çünki həmin yaş dövrlərində həyatımızı dəyişəcək qərarlar veririk və bu qərarlar da bizdə həmin bu narahatlıqları, yəni bu sindrom dediyim narahatlığı doğurur. Belə yaxşı, bəs nədir bu 21 yaş sindromu? Necə olur? Nələr baş verir? Nə narahatlıqlar olur? Niyə olur bu narahatlıqlar? Buna diqqət edək. Əgər bu suallardan birini özünüzə vermişsinizsə, təbrik edirəm. Siz də bu sindromu yaşamısınız. Mən həyatda nə etmək istəyirəm? Öz peşəmi düzgünmü seçmişəm? O məndən uğurludurmu? Daha sonra niyə özümü geridə qalmış hiss edirəm? Yaxud da mən həqiqətən böyümüşəmmi? Bu kimi suallardan ən az birini özünüzə vermişsinizsə, təbriklər. Siz də bu sindroma tutulmusunuz. Simptomlar nədir? Simptomları ən belə önəmlilərini deyim. Narahatlıq, özünü başqaları ilə müqayisə etmə, özünü hər daim digərlərindən bir addım da olsa geridə hiss etmə. Daha sonra gələcək qorxusu, motivasiyanın itkisi və s. bu kimi simptomları götürə bilərik. Yəni. Mən burada əsasən ikisi haqqında danışacağım. Gələcək qayğısı, gələcək qorxusu və özünü başqaları ilə müqayisə etmə. Bu ikisi haqqında danışmaq istəyirəm. Çünki məncə düşünürəm ki, ən çox təsir edənlər bizə bunlardır. Bizi daha çox narahat edənlər bunlardır məncə. İlk növbədə başlamaq istəyirəm. Gələcək qayğısı və gələcək qorxusu. Əsasən niyə bunu deyirəm ki, 16-17 və 21 yaşında olan insanlar daha çox bu narahatlığı yaşayır. Çünki 16-17 yaşında olan bir insan universitet həyatına atılmaq istəyir və 21 yaşında olan insan da artıq universiteti bitirir və yenə yeni bir həyata, karyera həyatına atılmaq üzrədir və ona görə də yenə narahatlıqlar yaşaya bilir. Məsələn, düşünürsən ki, mən nə qədər bal toplayacağam, universitetə qəbul ola biləcəmmi? Məsələn, abituriyentlərin düşüncələri. Yaxşı yaza biləcəmmi? İmtahandan tamam bal topladım, hansısa ixtisasa qəbul ola biləcəmmi? Ballar düşəcəkmi, qalxacaqmı? Mən universitetə dövlət sifarişli yoxsa ödənişliyə qəbul olacağam? Bu kimi suallar insanı yeyib bitirir. Yəni bu insanın düşüncələr, bütün beynini, bu düşüncələr insan beynini ələ keçirir. Yəni hardan bilirsən deyə soruşmayın. Çünki mən də abituriyent olmuşam və bu düşüncələrin hər birini yaşamışam. Çox normaldır, yəni. Mən düşünürəm ki, yəni bütün hər kəs bu düşüncələrlə boğuşur həmin yaşlarda. Çünki çox normaldır, yəni. Çox normaldır əslində bizim bu düşüncələri, düşüncədə olmağımız, bu sualları özümüzə verməyimiz, yəni çox normaldır. Və yaxud da ki, 21 yaşında universiteti bitirənlər düşünür ki, nə edeyim? Məsələn, mən bu il bu sualları özümə çox verirdim. Karyera həyatım necə olacaq? Miqəm verməliyəm, yoxsa magistram verməliyəm? Nə yemeliyəm? Hansı istiqaməti seçməliyəm? Yaxşı, miqə verdim. Gedib bal toplaya biləcəm. Yaxşı, miqə, yəni gedib bal topladım. Hər hansı bir vakant yer olacaq ki, mən gedib orada işləyə bilim. Bu kimi suallar o qədər beynimdə dolaşırdı ki, yəni bir çox anlarda yenə dolaşır, amma artıq o qədər də deyil. Və bu düşüncələr inanın məni stresdən yatmağa qoymurdu, yəni. Amma çox şükür,
tamamilə deməyim də, yəni çox hissəsini atlatmışam. Artıq o qədər düşünmürəm. Və bu kimi düşüncələr, yəni bu kimi gələcək qayğısı, gələcək qorxusu dediyim düşüncələrin hamısı bunlardır. Özünü başqaları ilə müqayisə etmək dedikdə nəyi nəzərdə tuturam? Əsasən qızlar arasında belədir ki, hə, o qız məndən daha gözəldir, o qız məndən daha uzundur, ya o qız məndən daha ağıllıdır, o qız məndən daha varlıdır və s. bu tipli şeylər. Oğlanlar arasında da ola bilər. Məsələn, o məndən daha ağıllıdır, yaxud da o məndən daha kaslıdır, ya imkanlıdır. Yəni bu kimi şeylər məncə oğlanlar arasında da bu ola bilər. Amma məsələn, mən özümdə məndə necə idi, özümü necə başqaları ilə müqayisə edirdim. Düşünürüm ki, məsələn, onların başqası məndən daha biliklidir. Yəni daha çox məlumatlıdır. Sırf yəni bir mövzu deyil, bütün mövzu, bütün şeylər haqqında daha biliklidir. Məsələn, daha çox kitab oxuyur, məndən daha çox kitab oxuyub o insan. Özümü onda geridə hiss edirdim ki, vau, yəni dünya üzərində bu qədər kitab var, dünya üzərində bu qədər məlumat var və o insan bu qədər daha çox kitab oxuyur, daha çox məlumat verir. Mən geridə qalmışam da, yəni o insandan və dünyadan, yəni sanki heç nə bilmirmiş kimi hiss edirdim. Yəni sanki dünyanın ən salaq, ən cahil, ən belə geridə qalmış kafasında olan insanı kimi hiss edirdim özümü. Amma çıxdım yəni bu kafadan. Və niyə belə düşünürdüm? Yəni məni belə düşündürən nə idi deyə soruşsanız, daha doğrusu bütün insanları, yəni bu duyğunu özünü digərlərinin müqayisə edən və özünü digərlərindən geridə qalan insanları belə hiss etdirən, belə düşündürən nədir? Təbii ki də məncə ən böyük faktor sosial mediadır. Çünki bugün TikTokda, Instagram və sair bu kimi platformalar, əsasən bu ikisi olduğu üçün bunların adını çəkirəm. Özəlliklə də Instagramda insanlar özlərinin o qədər yəni çox mükəmməl, estetik hallarını paylaşırlar ki, insan baxdıqca deyir ki, bu nətər mükəmməldir, bu necə estetikdir, necə gözəldir da, yəni. Amma elə deyil. Yəni çünki insanlar özlərinin %100 həyatının 100%-ni ora əks etdirmir da, yəni. O insanın tamam həmin an çox estetik şəklini ora qoymuş ola bilər, amma o demək deyil ki, onun həyatı mükəmməldir. O demək deyil ki, onun heç bir problemi yoxdur. O demək deyil ki, o səndən daha xoşbəxtdir. Bu o demək deyil. Və necə oldu? Yəni mən çox TikTokda falan çox baxırdım belə şeylərə. Qarşıma çıxırdı məsələn evi dolu kitabla deyir ki, oxumuşam. Deyirəm ki, bu nə qədər kitab oxuyub da, yəni ayda bir ev dolusu kitabı var bunun və bu qədər kitabı oxuyub. Mən oxuya bilməmişəm o qədər heç. Və mənim o qədər kitabım yoxdur və bu məni o qədər şey eləyirdi ki, bu məsələn danışır başqa şey, mən bunları bilmirəm. Özümü cahil kimi hiss edirdim yəni. Sonra dedim bir dəqiqə, stop yəni. Yəni o insan məndən daha çox kitab oxumuş ola bilər. Yəni o deməkdirmi ki, məndən daha xoşbəxtdir? Yaxud da özünüzü müqayisə etdiyiniz bir insan sizdən daha gözəl, yəni sizin fikrinizcə o sizdən daha gözəldir, elə deyilmi? Yəni o deməkdirmi ki, siz ondan daha az xoşbəxtsiniz, o sizdən daha çox xoşbəxtdir. O deməkdir. O demək deyil. Yəni məncə insanlar özünü başqaları ilə müqayisə etməməlidir. Mən də təbii ki də eləyirəm özümü müqayisə, amma etməməliyəm. Niyə? Çünki heç kəs etməməlidir. Çünki hər kəs fərqlidir. Hər kəsin xarakteri, düşüncəsi, yəni istəyi, hər kəs fərqlidir. Necə ki, yəni siz bir futbolçu ilə bir basketbolçunu müqayisə edə bilməzsiniz. Çünki biri ayaqla oynayır, biri tutalım ki, əllə oynayır. Meydançaları fərqlidir. Birinin qapısı var, birinin səbəti var. Yəni bunları siz müqayisə edə bilməzsiniz də. Hansı məsələn deyə bilməzsiniz ki, ən yaxşı basketbolçu ilə ən yaxşı futbolçunu belə müqayisə edə bilməzsiniz. Yəni necə ki, bunları müqayisə edə bilmədiyiniz kimi özünüzü də başqaları ilə müqayisə edə bilməzsiniz. Çünki hər kəs fərqlidir. Hər kəsin arzuları, istəkləri, xarakteri və s. bu kimi şeylər hər kəsdə fərqlidir. Ona görə də müqayisə etməyimizə dəyməz deyə düşünürəm. Yaxşı, bəs mən necə qurtuldum bu düşüncələrdən? Nə etdim ki, bu kafaya gələ bildim? İlk öncəliklə belə deyim, biraz sosial medianı azaltdım. Əvvəlkindən daha az baxmağa çaba göstərdim.
Daha sonra öz üzərimdə işləməyə başladım. Özümə daha çox vaxt ayırmağa başladım. Zaten mən özümlə vaxt keçirməyi sevən birisiyəm. Ancaq ki, həmin vaxtlarda daha çox sosial mediaya baxdığım üçün özümlə vaxt keçirə bilmirdim düzgün. Amma sosial medianı azaltdıqdan sonra özümlə daha çox vaxt keçirdim. Yəni sevdiyim şeyləri etdim, belə deyim. Məsələn, rəsm qabiliyyətim yoxdur arkadaşlar. Yəni rəsm, necə deyim, bir şeydən verilən bir qabiliyyət məndə yoxdur. Tanrıdan verilən bir qabiliyyət məndə yoxdur. Amma mən sevirəm onu çəkməyi, yəni məni yaxşı hiss elətdirir. O demək deyil ki, mən Picasso olacağam, yəni nə bilim Van Gogh olacağam. Xeyr, yəni sadəcə özüm üçün, özüm bəzən düşüncələrimi falan boşaltmaq üçün, bəzən özümü yaxşı hiss etmək üçün, bəzən də çox yaxşı hiss edirəm deyə özümü rəsm çəkmək istəyirəm. Məsəl üçün bunu misal göstərirəm. Daha sonra məsələn kitab oxumaq sevdiyim aktivitələrdəndir. Əvvəllər kitab oxumurdum demək olar ki. Yəni sevirdim kitab oxumağı, amma yenə də oxumurdum, bilmirəm, tənbəllik eləyirdim. Sonra yəni oxudum. Yəni dediyim kimi özümə vaxt ayırdım. O olan vaxtımı özümə xərclədim. Yəni nə sosial mediaya, nə başqa insanlara, yəni heç nə, sadəcə özümə. Belə. Və buradan 11-ci sinif olan abituriyentlərə səslənmək istəyirəm ki, özünüzü heç cürə pis hiss eləməyin, özünüzü heç cürə tək hiss eləməyin. Yəni 21 yaşında olan bir insan həmin düşüncələri çox rahatlıqla, yəni çox rahatlıqla deməyim də, yəni özünün üzərində biraz işləyərək daha tez bu düşüncələrdən azad ola bilər. Ancaq 17 yaşındakı, 16 yaşındakı o abituriyent bu düşüncələrdən xilas olmağa biraz vaxt tələb eləyər. Onun üçün biraz çətin ola bilər. Onu depressiyaya sala bilər, onda çox narahatlıqlar yarada bilər. Ancaq ki, belə düşünməyin, yəni belə olmayın. Həyat bitmir, həyat daha yeni başlayır. Buradan az bal toplayan yaxud da yüksək balı toplaya bilər və yaxud da istədiyi yüksək bal toplasa da istədiyi ixtisasa düşməyən abituriyent də ola bilər. Yəni belə düşünməyin. Bir də mən bir şey qeyd etmək istəyirəm. Həyatımızda olan və olmayan şeylərin hər biri bizim xeyrimizədir. Məsələn, mənim başıma gəlib belə bir şey. Mən bir şey var idi, onu çox istəyirdim, çox istəyirdim. Amma o nə qədər elədimsə olmadı. Sonra aradan bir müddət keçdikdən sonra mən belə düşündüm, dedim ki, şükürlər olsun Tanrım, yəni şükürlər olsun ki, mənim o istədiyim şey olmayıb, yəni. O qədər sevindim ki, o şeyin olmadığına, yəni düşünün, istədiyim bir şey olmadığına görə sevinirəm. Yəni çünki düşündüm ki, yaxşı ki, olmayıb da, yəni mən belə elə olsaydı mənim xeyrimə olmazdı. Mən çox pis olardım, yəni elə olsaymış həqiqətən. Mənim üçün yəni xeyirli bir şey deyilmiş. Yəni bəzən olmasını istədiyimiz şeylər olmursa, demək ki, o həqiqətən bizim üçün xeyirlisi deyilmiş, ona görə olmur. Təbii ki də burada yəni siz istədiyiniz şey üçün əlinizdən gələni eləyin. Ondan sonra olmadısa, gönül rahatlığıyla deyin ki, mən bunu istədim, əlimdən gələni elədim və olmadı. Demək ki, xeyirlisi bu deyilmiş mənim üçün, ona görə olmur. Belə, bunu demək istəyirdim. Və bir də bir şey də deyim, hər kəsin yolu fərqlidir. Sən, məsələn, keçən dəfə TikTokda baxıram, deyir ki, hansısa bir ünlü 20 yaşında milyarder olur, amma başqa bir ünlü də 55 yaşında milyarder olur. Sonra bir dənə oyuncu xarici 18 yaşında Oscar alır, bir dənə oyuncu da var, o da 50 neçə yaşında Oscar alır. Yəni düşünün. İkisi də nəhayətində Oscar almış olur. Amma ki, biri daha gənc yaşında, biri də 50-55, 60 yaşlarında alır. Yəni bu deməkdir ki, onların yolları fərqlidir, həyat yolu fərqlidir. Məsələn, bir dənə şey deyim, ən adi bir şey deyim. Məsələn, Messi dünyanın ən yaxşı futbolçularından biridir və 2022-ci ildə 4 il bundan 34-35 yaşında dünya çempionu oldu. Yəni dünya kubokunu qaldırdı. Amma Lamine Yamal bu dəqiqə bu yaşında, 19 yaşındadır deyəsən, dünya çempionu oldu və dünya kubokunu qaldırdı. Yəni bunu düşünün. Və bu demək deyil ki, Lamine Yamal Messi'dən daha yaxşı oyuncudur.
Messi'ye gəldik ona, amma neysə. Yəni bu o demək deyil ki, o Messi'dən daha yaxşı oyuncudur. Xeyr. Sadəcə onların yolları fərqlidir. Lamine Yamal'ın qarşısında hələ nə qədər yol var futbolla bağlı və o hələ yəni necə deyim, onun başındadır. Messi də məsələn karyerasının son nöqtələrində onu qazandı. Yəni belə deyim. Yəni bu onu göstərir ki, hər kəsin həyat yolları fərqlidir. Ona görə özünüzü heç kəslə müqayisə etməyin. Sadəcə öz yolunuza, öz istəklərinizə, özünüzə, hər şeyi, yəni öz həyatınıza fokuslayın. Belə demək istədiklərim bu qədər idi. Bunlar bir də belə bir şey deyim. Bunların hamısı mənim düşüncələrimdir. Siz belə düşünməyə bilərsiniz. Yəni fikirlər çünki müxtəlifdir. Ümid edirəm ki, sizə bir kömək olmuşdur. Bir də bir şey deyim, yəni bu hissləri bir tək siz yaşamırsınız. Dünyada siz tək deyilsiniz. Dünyada milyardlarla insan var. Bu hisslər əvvəllər də insanlar yaşayıb, siz də yaşayırsınız. Sizinlə yanaşı milyonlarla insan da bu hissi yaşayır və sizdən sonraki insanlar da bu hissləri, bu narahatlıqları yaşayacaq. Ona görə də özünüzü bu qədər yıpratmağa dəymir məncə. Belə demək istədiklərim bu qədər idi. Ümid edirəm ki, bir az da olsa sizə bir faydam, bu düşüncələrimlə sizə bir nebzə də olsa yaxşı gəlibdir. Belə bugünlük bu qədər. Deyirəm, videomu bəyəndiniz və fikirlərimi də bəyəndiniz. Bəyənməyə də bilərsiniz. Yəni hər kəsin fikirləri fərqli də ola bilər. Yorumlarda görüşək o zaman. Siz necə düşünürsünüz? Siz bu hissləri yaşayırsınızmı? Və bu hisslərlə necə mübarizə aparırsınız? Bununla bağlı biraz söhbətləşək deyə düşünürəm. Belə, bugünlük bu qədər. Növbəti videolarda, növbəti vloglarda, növbəti söhbət videolarında görüşənədək sağ olun, salamat qalın, sevgi ilə və mənimlə qalın.